Belə görünür ki, İsrail Baş nazirinin Azərbaycana səfəri zamanı İsrail-Azərbaycan münasibətlərində tam miqyaslı açılım olacaq. Yəni, bütün sahələrdə əməkdaşlığın əsası qoyulacaq. Gözləntilər odur ki, çox güman ki, bir çox istiqamətlərdə qarşılıqlı müqavilələr imzalanacaq və əlbəttə sizin də qeyd etdiyiniz kimi regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Burada İsrail, Suriya, İsrail, Türkiyə, İsrail-İran münasibətləri, yəni kifayət qədər gündəlik zəngindir. Müzakirə etmək üçün o qədər mövzular var ki, İsrail-İran münasibətləri hal-hazırda çox gərgin vəziyyətdədir. Eləcə də İsrail-Türkiyə münasibətləri gərgin vəziyyətdədir. İsrail elə bugün Suriyanın paytaxtı Dəməşq şəhərini bombalayıb. Qəzzada yaşayan insanların faciəvi vəziyyəti də müzakirə mövzusu ola bilər. Və bununla belə eyni zamanda Azərbaycan üçün də maraqlı olan məsələlər İsrail Baş naziri ilə müzakirə olunacağına şübhə yoxdur. Bu enerji, texnologiya məsələləri, əslində 4 gün burada qalmasını nəzərdə tutan bir səfər onu göstərir ki, İsrailin özündə müharibə getdiyi bir zaman, İsrail özü Qəzza zolağında müharibə apardığı bir zamanda dövlət başçısının, hökumət başçısının 4 gün hansısa bir ölkədə qalması özü münasibətlərin nə qədər isti və yaxın olmağından xəbər verir. Və həm də çox məsələlərin müzakirə oluna biləcəyini də göstərir. Gündəliyin həddindən artıq zəngin olması göstərir ki, bu müddətin uzunluğu ilə gündəliyin, müzakirə olunacaq gündəliyin həddindən artıq geniş olmasını göstərir.